Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Allah itaat və ibadətlərinizi qəbul eləsin. Dualarınız bu ayda qəbul olunmuş dualardan olsun. Çətinliklərinizi Allah lütfu ilə həll eləsin. Xatırlayırsınızsa, şükür haqqında danışırdıq. İnsanın Allahın nemətlərinə şükür etməsi haqqında danışırdıq. Və nemətlərin müxtəlif olduğunu vurguladıq və bu nemətlərin bəzilərinin insan ixtiyarında olduğu, yəni müəyyən qədər sənin iradən həll rolu oynayacaq bu nemətlərlə bağlı və müəyyən qədər də o nemətlərlə razılaşmalısan. Sənə qarşı olan, belə deyək, özünə qarşı hiss etdiyin addımlarla razılaşmalısan ki, o nemətlərin qədrini biləsən. Bəzi nemətlər var ki, onlar əşya olaraq, bir qida olaraq, onlar məhz sənin ixtiyarındadır. Onların sənə nisbətdə bir iradəsi yoxdur. Amma bəzi nemətlər var ki, onlar böyük nemət hesab olunurlar. Keçən çıxışımızda da qeyd etdik. O nemətlərdən biri insanı dünyaya gətirən anasıdır ki, ana insan üçün böyük bir nemətdir. Və onun haqqında da qısa da olsa sizinlə bölüşdük. Və bugün insanın üzərində haqqı olan və böyük nemətlərdən hesab olunan ata haqqında danışdıq. Quran-ı Kərim ata və ana mövzusunu diqqətə çəkəndə valideyn olaraq ifadə işlədir və valideyn ifadəsi işlədir. Eyni zamanda bu valideyn ifadəsinin içində ata və ana da qeyd olunur. Alimlər qeyd edirlər ki, ata və ananın insan haqqında, evladın öhdəsində, boynunda olan haqqı, həm də sanki Allah qədər olan haqqıdır. Və keçən görüşümüzdə də qeyd etdik ki, Allah valideynləri Quran-ı Kərimdə kiçik rəbblər adlandırır. Kəma Rəbbəyani səğira. O kiçik rəbblər olaraq Allah onlardan danışır. Biz bunu müzakirə edəcəyik bugün. Deyirlər ki, atanın və ananın insanın dünyaya gəlməsində Allah iradəsinə xüsusi bir dəstəyi var. Deməli, əgər Allah iradə eləyibsə bir bəndəni xəlq eləyim, bir bəndəni dünyaya gətirim, bir bəndə yaradım, bu bəndənin yaranmasında ata və ananın da rolu var. Ona görə də Quran-ı Kərimdə Allah buyuranda ki, mənə ibadət eləyin, Rəbbiniz hökm etdi ki, məndən başqasına ibadət etməyəsiz və valideynlərinizə yaxşılıq edəsiz. Deməli, burada insanın yaranmasında ata və ananın da köməyi olduğu üçün biz sanki Allaha borclu olduğumuzla yanaşı ata və anamıza da borcluyuq. Deməli, burada gözəl əsas nüans bundan ibarətdir ki, bu nemətlərlə davranmaq köklü şəkildə insan ruhunda dəyişikliklər, mənfiyə və müsbətə olan dəyişiklikləri həll edir. Əgər bu nemətlərlə düzgün davransaq, düzgün davranmağa bacarsaq və Allahın diqqətini nəzərə alsaq, Allahın əmrlərini nəzərə alsaq, bunlar həqiqətən də bizim həyatımızda, xoşbəxtliyimizdə böyük rol oynayırlar. Və burada nemətin şükrü, valideyn nemətinin şükrü onların bizdən gözləntilərinə uyğun düzgün davranmağımızdır. Onların gözləntilərini əgər həyata keçirə biləcəksə, onda Allahın bu nemətini dəyərləndirmiş olacaq. Əgər onların bizdən olan gözləntilərini düzgün qarşılamayacaqsa, onda biz Allahın nemətlərini düzgün, nemətlərinin şükrünü düzgün həyata keçirmiş olmayacaq. Misal olaraq, Peyğəmbərdən soruşurlar ki, bizim öhdəmizdə, boynumuzda atanın haqqı nə qədərdir? Peyğəmbər cavabında buyurur ki, nə qədər atanız sağdırsa, dünyada yaşayırsa, onun əmrlərinə tabi olmaq, onun əmrlərinə itaat etmək sizin öhdənizdə bir vacibatdır. Misal olaraq, burada sual yaranır. Bəzən olur ki, insan atasına nisbətdə düzgün davranışda olur. Yəni, mövqe olaraq, düşüncə olaraq, ideologiya olaraq düzgün davranır.
Misal üçün, mən hər hansı bir Allahın əmrini icra etmək istəyirəm, amma atam Allahın bu əmrini icra etməkdə mənə mane olur. Mən burada necə davranmalıyam? Sual yaranır. Bir tərəfdən də hədisdə Peyğəmbər buyurur ki, atanız nə qədər dünyada yaşayırsa, sağdırsa onun əmrinə itaat edin. Ən gözəl diqqət olması nöqtə də elə bundan ibarətdir. Deməli, Allah deyir ki, buyurur ki, bu əmri icra edəcəksən, amma ata deyir ki, bu əmri icra eləmə. Belə desək, Allah buyurur ki, mənə namaz qılacaqsan, ata dini düşüncəsi, dini yanaşması olmadığı üçün, inancı olmadığı üçün mənə buyurur ki, namaz qılmayacaqsan. Burada mən nə etməliyəm? Həm Allahı razı salım, həm də atamın haqqını tapdamış olmayım və bu neymətə naşükürlük etmiş olmayım. İkinci sual da verim və cavablandırım. İkinci sual da bundan ibarətdir ki, yaxşı bu necə neymətdir ki, Allahın əmrini icra etməyə mənə icazə vermir. Bu arada izah eləyirlər ki, ata sənin bioloji, bu yerdə ata sənin bioloji olaraq dünyaya gəlməyində xüsusi səbəblərdən biridir. Allahdan sonra xüsusi səbəblərdən biridir. Bu səbəblərdən biri olduğu üçün sən ataba bu mövqeydə, bu yolda borclusan. Borclu olduğun üçün bu Allahın əmrini ki, Allah buyurmuşdu ki, namaz qıl ya oruç tut və ata buna icazə verməmişdi. Bu əmri elə böyük məharətlə icra etməlisən ki, Allahın əmri də icra olunsun və Allah da sənə tapşırır ki, mənim əmrimi icra etdiyin halda atamın sözündən çıxma. Deməli, iki əmr var burada. Əgər Peyğəmbər buyurursa ki, ataya hörmət etmək lazımdır, onun itaatində durmaq lazımdır, bunu Peyğəmbər buyurur və eyni zamanda həmin Peyğəmbər buyurur ki, Allahın əmrini həyata keçirmək lazımdır. Deməli, biz Allahın iki əmri ilə üz-üzə qalmışıq. Namaz da Allahın neymətidir, atanın hörmətini saxlamaq da Allahın neymətidir. Burada necə edəcəyik? Allah demir, burada nə namazı tərk elə, nə atanın hörmətini tərk elə. Deyir, burada namazı elə qılacaqsan ki, elə bir böyük məharətlə sən bu Allah əmrini icra eləyəcəksən ki, Allahın digər əmri ilə qarşı-qarşıya qalmayasan. Atanın sözündən çıxmış olmayasan. Çünki atanın sözündən çıxmaq da Allahın əmrini sındırmaqdır. Necə edim? Həm atamın sözündən çıxmayım və bu neymətin haqqını ödəmiş olum, həm də Allahın sözündən çıxmayım, o neymətin haqqını ödəmiş olum. Əslində bunlar ziddiyyətli deyil. Baxmayaraq ki, ziddiyyətli də görsənir. Burada ataya hörmət eləyərək, ataya qəzəbli baxmayaraq, onun o halını, onun baxış tərzini, onun yaşayış tərzini diqqətdə saxlayaraq, ona hörmət eləyərək, əgər onun gözü önündə namaz qılmağın onu narahat edəcəksə və qarşınızda, sizin aranızda qarşıdurma yaranacaqsa, ata-evlad münasibətləri pozulacaqsa, sən bu namazı bilərəkdən onun qarşısında qılmayacaqsan, onun görmədiyi yerdə qılacaqsan və onunla qarşıdurma yaratmayacaqsan. Hətta birdən onun görmədiyi yerdə qılmaq mümkün olmasa da, bu namazı prinsipial olaraq atanın gözü önündə qılmayacaqsan. Ataya son dərəcə hörməti qoruyub saxlayacaqsan. Hətta Peyğəmbər buyurur ki, ataya qəzəbli baxmağın belə sənin ibadətlərini əlindən alır. İbadətlərin müsbət təsirini azaldır və nəticə etibarilə o ibadətlər sənin üçün axirət azuqəsinə çevrilə bilmir. Görürsünüz nə qəşəng yoldur. Gəlir Peyğəmbərə buyurur. Sahabelərdən biri, İslamın əvvəlləridir, Peyğəmbərə gəlir buyurur ki, Ya Rasulallah, bunu sevinə-sevinə deyir. Ya Rasulallah, atam səni söydüyü üçün onun çiyinlərindən tutub, onu sıxdım divara və ona təpki göstərdim, ona qarşı etirazımı bildirdim və ona dedim ki, Peyğəmbəri söymə. Bu Peyğəmbərə iman gətirmiş insanlardan olur. Bunu Peyğəmbərə deyəndə Peyğəmbər çox narahat olur. Peyğəmbər buyurur ki, nə qədər atanın razılığını əldə etməmsənsə, mənim dinimdə qalmağın sənin üçün ciddi təhlükədir. Yəni, bu dini sən qavramamısan, anlamamısan, anlamamaq üzündən qəbul eləmirsən. Bu din səndən qəbul olmayacaq.
Ya Resulallah, onda neyniyim bəs? Buyurur Peyğəmbər ki, get atava deyinən ki, sənə halallıq versin. Ondan bağışlanmaq dilə bu etdiyin kobudluq üçün, o səni bağışlayandan sonra mən səni qəbul edəcəm. Gəlir atasının yanına, xülasə ondan bağışlanmaq dilə. Atası da soruşur ki, yaxşı, o Peyğəmbər ki, mən sövmüşəm, o sənə tövsiyə elədi ki, gəlib məndən üzrxahlıq eləyəsən. Dedi, bəli, təkidlə tapşırdı ki, məndən üzrxahlıq eləyəsən. Səndən üzrxahlıq eləyim. Deyir, əgər o Peyğəmbər atanın haqqına bu qədər hörmət qoyursa, onda o Peyğəmbərə də ki, mən də onun gətirdiyi dini qəbul eləyirəm. Mən də onun gətirdiyi dində yaşamaq istəyirəm və bu əxlaqi davranışdan həmin şəxs, Peyğəmbəri söyən şəxs Peyğəmbərin dinini qəbul edir və müsəlmanlığı qəbul edir və müsəlman olur. Diqqət edirsiniz, bir düzgün davranış bəzən görürsən olur insanlarda. Xüsusi olaraq namaz qılanlar, oruç tutanlar bu məsələyə çox ciddi yanaşsınlar. Bəzən düşünürük ki, valideynimiz namaz qılmırsa, atamız ya anamız namaz qılmırsa və yaxud da namazla müxalifdirsə, mən namaz qılıramsa, haqqam bu nemətlə istədiyim kimi davrana bilərəm. Buna hüququm çatır. Mən Allahın əmrini icra edirəm. Amma Allah deyir, o düz eləmirsən. Əksinə, mənim əmrimi icra edirsənsə, bütün əmrlərimi icra etməlisən ki, bu nemətin haqqını bilməyi bacarasan. Bütün əmrlərimi həyata keçirməlisən. Quran-ı Kərim buyurur ki, onlar Quranın bəzi hissəsinə əməl etdilər, bəzi hissəsinə əməl etmədilər. Hansı onlara rahatdır götürüb əməl etdilər, hansı onlar üçün çətindir, ondan uzaqlaşdılar. Bu dini, bu Quranı qəbul etmə insandan qəbul olunmur. Necə qəbul olunur? Bəli, həm Allahın əmrini icra edəcəksən, həm də valideyni yaxşılıq eləyəcəksən. Baxmayaraq ki, sənin namaz qılmağa mane olur. Bununla belə sən o qədər böyüməlisən, o qədər anlayışlı olmalısan ki, atabın bu qadağasına baxmayaraq ona qəzəb bəsləməməlisən. Hətta bəzi döyüşlərdə olurdu Peyğəmbər zamanında, Həzrət Əlinin zamanında ata düşmən tərəfdədir. Oğul isə Peyğəmbər və Həzrət Əlinin tərəfindədirlər. Soruşurlar ki, biz atamızla necə davranaq? Peyğəmbər və Həzrət Əli onlara tapşırırdı ki, atanızla üz-üzə dayanıb ona qılınc çəkməyin. Siz ondan gözünüzü çəkin. Yəni sizin hüququnuz çatmır, baxmayaraq ki, düşməndir. Amma sizin atanız olduğu üçün öhdənizdə xüsusi atalıq hüququ var, haqqı var, ona mütləq hörmət eləməlisiniz. Bu nemətlə belə davranmaq lazımdır. Peyğəmbərimiz buyurur ki, hər kəs ataya qəzəbli baxarsa, onun namazları və orucları qəbul olmaz. Biz şükür mövzusundan danışırıq, baxırıq hədislərə. Quran-ı Kərim belə buyurur. Hədislərə və Quran-ı Kərimə baxanda görürük ki, Quran buyurur. Çox gözəl cümlədir, olduqca gözəl cümlədir. Biz şükür deyirik ki, Allah üçün olmalıdır, amma qeyd etdik ki, İmam Sadiq buyurur ki, insanlara şükür etməyi bacarmayan Allaha şükür eləyə bilməz. Mümkün deyil bu baş tutsun. Quran buyurur ki, Loğman surəsində mənə və ata-anana şükür et, çünki axır dönüş mənədir. Çox maraqlıdır. Allah şükrü təkcə özünə nisbətdə tələb etmədi. Belə buyurdu, mənə və ata və anana şükür et. Deməli, biz Allaha şükür etmək üçün həm də bizim öhdəmizdə olan valideynlərimizin öhdəmizdə haqqı olan, boynumuzda haqqı olan valideynlərimizə düzgün çox sağ ol deməyi bacarmalıyıq ki, Allaha şükür etməyimiz qəbul olunsun. Və belə desək daha gözəl olar. Allaha şükür etməyimiz düzgün şükür hesab olunsun. Hər kəs atasına yaxşılıq etməyi bacarırsa, Allahın hüquqlarını həyata keçirməyi bacaracaq. Hər kəs atasına yaxşılıq etməyi bacarmırsa, Allahın hüquqlarını həyata keçirməyi bacarmayacaq və onun qəlbi şükür halında olmayacaq. Çünki ata kimi nemətin qədrini bilməyən, Allah kimi nemətin qədrini bilə bilməyəcək. Mümkün olmayacaq. Bu ariflərdən birindən soruşdular ki, Mərəşi Nəcəfidən soruşdular ki, necə oldu Allah sizə bu uca məqamı və bu mənəvi üstünlüyü qismət etdi?
Aytulan Mərəşi Nəcəfi buyurdu ki, bir gün evdəydim, mənim yaşım az idi, gənc idim. Anam evdə yemək hazırlamışdı, atam da yatmışdı. Anam mənə tapşırdı ki, get atamı yuxudan oyat, yemək hazırdır, gəlsin, yesin. Onun atası da deyirlər, böyük ariflərdən olub, Məhmud Nəcəfi, böyük şəxsiyyətlərdən olub. Deyir, mən gəldim, gördüm, atam çox şirin yuxuya gedib yatıb. İstəmədim, onu tərpədərək oyadım. Onu necə oyatdım? Deyir, gəldim, yanağımı qoydum onun ayağının altına. Yanağımı sürtürdüm atamın ayağının altına və öpürdüm atamın ayağının altından. Elə belə bu formada atamı yuxudan oyatmağa çalışırdım. İstəmirdim kobudcasına atamı yuxudan oyadım. Amma anam da əmr eləmişdi ki, atamı yuxudan oyad. Bu qədər diqqətli idim. Deyir, atam yuxudan oyandı, baxdı mənə, dedi, oğlum, neynirsən? Dedim ki, anam tapşırdı, səni yuxudan oyadım. Amma elə şirin yatmışdın ki, kobudcasına səni oyatmağa ürəyim gəlmədi, toxunub oyatmağa, tərpədib oyatmağa ürəyim gəlmədi, istədim yuxudan şirin oyanasan. Deyir, atam orada bir dua elədi. Baxdı mənə, dedi, oğlum, Allah xeyrini səndən heç vaxt əsirgəməsin. Deyir, atamın o duası mənim haqqımda qəbul oldu və mən bu mənəviyyat yolunda sürətlə addımlamağa başladım. Atamın duasıdır məni gətirib gəlib bu yerə çatdırdı. Hətta o şəxsiyyət haqqında yazırlar ki, ömrünün sonlarında İmam Zaman əleyhissalamla da görüşməyi bacarırdı, görüşürdü. Bu mənəvi üstünlüyü var idi. Deməli, diqqət eləsəz, ata ilə ananın hörmətini necə saxlaya bildi? İki əmrin arasında çox düzgün bir mövqe sərgilədi. Nə anasının əmrindən çıxmış oldu, nə də atasına qarşı hörmətsizlik etmiş oldu, ədəbsizlik etmiş oldu və nəticə etibarilə atanın duasını qazandı. Bəzi dindarlar, namaz qılanlar və namaz qılmayan dostlarımız, gənclər, qardaşlarımız var ki, onlar həyatlarında çətinliyə düşüblər və o çətinliyin səbəbini axtarırlar. Mən deyərdim ki, o çətinliklərimizin ən böyük səbəbi budur ki, ata-anamıza çox sağ ol deməyi bacarmamışıq. Valideynlərimizə təşəkkür etməyi bacarmamışıq. Bir dəfə ürəkdən onlara deyə bilməmişik ki, mən səni çox sevirəm. Bir dəfə ürəkdən onlara deyə bilməmişik ki, mən sənsiz qala bilmərəm, mən səni o qədər sevirəm. Nə yaxşı sən varsan, nə yaxşı sənin böyüklüyün var mənim üzərimdə. Nə yaxşı Allah səni mənim üçün ata qərar verdi. Nə yaxşı Allah səni mənim üçün ana qərar verdi. Və o hörmət ki, bir-birimizə dostlar bir-birinə qoyurlar, dostlar bir-birinə diqqət ayırırlar, gecə və gündüz bir-birlərindən xəbər tuturlar, maraqlanırlar. Görəsən, ataları ilə da belədirlər. İndi siz təsəvvür edin ki, bir dəstə insan var ki, onlar şəraitləri olduğu halda atalarını və analarını qocalar evinə qoyublar. Siz təsəvvür edin ki, bu insanlar nə qədər dünyada bütün nemətlərdən məhrum olan insanlardır. Bu mübarək Ramazan ayında mən hər birinizə bir dost kimi, qardaş kimi tövsiyə eləyərdim ki, atalarınız və analarınız sağdırsa onlara son dərəcə mərhəmət və məhəbbət göstərin. Onlara son dərəcə hörmət göstərin. Əgər hər hansı bir tələskənlikdənmi deyim, səhvdənmi deyim, onlara qarşı hörmətsizlik etmisinizsə, Ramazan ayında, bu Ramazan gecələrində və günlərində bağışlamaq istəyirsinizsə, Qədr gecələrində bağışlamaq istəyirsinizsə, ilk öncə ata və analarınızdan səmimi bağışlanmaq diləyin. Onların hüzurlarında bir qul tək dayanıb, onlardan bağışlanmaq diləyin ki, Allah da sizi və bizi bağışlasın. Belə deyək, bağışlanmağın əsas yolu bundan ibarətdir. Sual yaranar ki, axı, dünyadan köçən ata və analarımıza nisbətdə necə eləyək? Hədislərdə var ki, onların məzarları üstündə dualar oxuyun və səmimi olaraq rəsmiyyətə çevirməyin bunu, şablon şəklində eləməyin. Ancaq cəmaatın xüsusi qeyd etdiyi günlərdə gedək. Yox, səmimi olaraq gedin onların qəbirlərinin üstündə dayanın. Deyin ki, ata, ana, sizin mənim üçün etdiklərinizi mən sizin üçün edə bilmirəm və edə bilməmişəm. Məni bağışlayın ki, sizin mənə göstərdiyiniz xidməti mən sizə qaytara bilməmişəm. Və Allahdan istəyin ki, Allah ata və analarınızı bağışlasın, onlar üçün dualar edin, onlar üçün Allahdan tövbələr eləyin və onların adından namazlar qılın, onların adından dualar və zikirlər edin. Onların ruhlarını şad edin ki, Allah da sizin qəlblərinizi və ürəklərinizi şad etsin. Bəzən insan
ibadətin, şər'i ibadətlərdən yapışır, namazdan və orucdan yapışır, amma ata-anaya ibadət, ata-anaya xidmət etməyin ibadət ləzzətini dada bilmir. Əgər biz istəyiriksə Allahın şükrünü qaytaraq, Allah buyurur ki, mənə və ata-ananıza şükr edin ki, bu şükri sizdən qəbul edim. Mübarək Ramazan ayında ata-analarımızı xüsusi olaraq diqqətimizdə saxlamalıyıq. İstər dünyada yaşasınlar, istər dünyadan köçsünlər, el qaydasına uyğun ehsanlardan əlavə onlara xüsusi ehsanlar etməliyik. Onların bağışlanması üçün göz yaşlarımızla onlar üçün ehsanlar etməliyik ki, Allah onları bağışlasın və onların ruhları bizdən şad olduqdan sonra həyatımızda böyük çətinliklər asanlıqla əvəz olunacaq, asanlıqlar həyatımıza, gözəlliklər həyatımıza hakim olacaq. Allahdan dünyasını dəyişmiş valideynlərimizə rəhmət diləyirəm, ata-analarımıza rəhmət diləyirəm və Allahdan istəyirəm ki, yanınızda olan ata-analarınızın qədrini bilməyə hər birinizə lütf eləsin, onların ömürlərini uzun eləsin, onların canlarını sağ eləsin. Allah ibadət və itaətlərinizi qəbul eləsin. Allahın xüsusi rəhmətindən məhrum olmayasınız, dualarınızda məni də yaddan çıxarmayın. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.